başlayaq. Oğuzlar, Qaraxanlı, Qəznəli. Oğuzuna başlayırıq. Oğuzlar 900-lərdə 1-ci ilə kimi hakimiyyətdə olmuşdur, az hakimiyyət olmuşdur. İlk dəfə Orxan Yenisi abidələrindən ilki tapılmışdır mənbə olaraq. Biz oradan bildik. Və Qaraxanlılar kimi əvvəlcə Göytürklərin hakimiyyətində, sonra isə Uğur dövlətinin hakimiyyətində olmuşdular. Və burada İslam dini qəbul olduqdan sonra 10-cu əsrdə onun mədəniyyətinə, yəni ki, Türk mədəniyyətini, İslam mədəniyyəti qarşı daha da inkişafda olmuş həmin dövrdə. Və burada hakimiyyəti böyük olaraq Yavqı başçılıq edirdi, Yavqı hökmdar idi. Burada birinci şəxs idi. Bəs başqa Yavqını harada eşitmişik? Yavqı Göytürk dövlətində, İstəmi Yavqı idi orada. İkinci şəxs idi. İkinci şəxs idi. Burada birinci şəxs şey deyirdi. Burada birinci şəxs idi, orada ikinci şəxs idi. Sonra subaşı var idi ki, burada ikinci şəxs idi və desək ki, orduya başçılıq edirdi. Sonra Gülərgin idi, Yavqının köməkçisi idi. Ondan sonra divan idi ki, bu da məşvərətçi orqan idi. Və 1-ci ildə Qıpçaqların bura hücumu, belə desək ki, onun nəticəsində dövlət süqut oldu. Bu qədər. Bəsit dövlət idi, rahat dövlət idi. Paytaxtı mənə desən? Paytaxtı Yenikənd. Yenikənd, hə. Yazılıyıb? Yazılıb Yenikənd. Yenikənd idi. Başqa deməli neçə qalmadı? Qaraxanlılar dövləti. Qaraxanlılar özlərini hansı tayfanın varisi hesab edir? Var idi buradakı, onun adı verirsə Əfrasiyab idi. Əfrasiyab. Qarlıq xaqanlığının varisi hesab edirlər özlərini. Yaxşı, sən mənə deyək ki, dövlətin əsası kim tərəfindən qoyulur? Elə belə desək ki, özünü Qaraxan adlandıran, burada bilirəm, Qutluq Bilgə Qədir. Qutluq Bilgə Qədir idi ki, bu Qutluq xan birinci şeydə olmuşdu, ikinci Göytürk dövlətinin yaranmasında. Bir də ki, ikinci Qutluq Bilgə xalqan isə Uğur dövlətinin yaranmasında. Bu isə Qutluq Bilgə Qədir xalqan idi. Dövlət nə zaman yarandı dedik? Dövlət 840-dan 1212 kimi olmuşdu. Düzdür. İki yerə parçalanma dövrü? İki yerə parçalanmasına 1042-də iki yerə parçalandı. 13-cü əsrdə Qarakitaylar Şərqi Qaraxanlığına süquta uğradılar. 1212-də isə Xarəzmşahlar isə Qərbi süquta uğradılar. Onu danışacaq, onlardan gələcəkdir. Sən mənə paytaxtlarını denən və ilk paytaxtı hansı idi? İlk paytaxtı Kaşqar, Balasaqon, Uzgen idik və Uzgen idi. Yox, Kaşqardan başlayır. Balasaqon ilkdir, sonra Kaşqar, sonra Uzgen idi. Balasaqon Qutluğun dövründədir. Kaşqar isə Satuq Boğran dövründədir. Satuq Boğra ya da Satuq Qaraxan fərqi yoxdur. Yaxşı. Deməli, sən mənə Satuq Qaraxandan danış. Nə zaman İslamı qəbul etdi, nə zaman xaqan titulunu qəbul etdi? 932-də İslam qəbul etmişdi. 942-də xaqan desək ki, titulunu aldı və Kaşqara köçürdü paytaxtı. 10-cu əsrdə isə ilk dəfə Quranı türk dilinə tərcümə elətdirilmişdi. Quranı düzdür. Və həmin dövrdə dövlət dili hansı dilin əvəzləndi? İslam dili. Dil olaraq ərəb dilinin. Türk dili ərəb dilinin əvəzləndi. Sağ ol. Samanilər dövlətinin bölüşdürülməsi. 999-da Qaraxanlıların qəsəni Samanilər dövlətinin bölüşdürülür. Sağ ol, düzdür. Və nəticə dövlətin əraziləri genişləndi deyirik. Sağ ol, düzdür. Yaxşı. Bayaqlarında danışdıq, parçalanmadan danışdıq, 1042-də parçalandı. Qarakitaylar hansı tayfaya mənsubdular? Qarakitay tayfa olaraq? Demişdim. Monqollardılar. Qarakitay Monqoldu, yaxşı. Misal üçün, sualda düşübdir ki, Monqollar tərəfindən süquta uğradıldı, sən onu düz götürərsən. Yaxşı mı? Qarakitay Monqoldu. Misal üçün, Qıpçaq türkdür, elə deyil. Qınıq türklərin boyudur, Oğuzların boyudur, elə deyil. Bu da onun kimi bir şeydir. Yaxşı, Qəznəlilərdən danış mənə. Qəznəlilər hansı dövlətin zəifləməsinə istifadə edirlər və dövlət yaratmağa cəhd edirlər? Burada belə desək ki, ərəblərin içərisindən gəlmişlər. Ərəblər buralarda, necə deyim,
tayfalar qoymuşlar, yoxsa belə bir şey. Onlarda istifadə İstifadə, edirlər, bəli, plan hə. kimi istifadə Bəli. edirlər. Hə, Burada burada hansı dövlətin zəifləməsini istifadə edirik? Samanilər. Samanilər, bəli. Hə, istifadə etdilər və burada alınmadı. 900, hə? Amma alınmadı. Hı. Samanilerdəki hakimiyyətləri keçirmək istəyirlər, Bəli, bacarmırlar. Ay, sağ ol. Sonra isə biraz Əfqanistan tərəfə gəldilər. Bildirsiniz ki, Əfqanistan yuxarı hissələrini. Burada Alp-Təkin dövlət qurmuşdu. Qəzvin şəhərində, bəli. 962-də. Düzdür. Dövlət qurmuşdu və ondan sonraki hakimiyyətə gələn Mahmud Qəznəvi olmuşdu ki, Əmrqəfə dövrünü yaşayır. Mihraqul xan kimi şimal-qərb Hindistanı özünə tabe eləmişdi. Bəli. Türk hökmdarlarının Mihraqulu deyirik və Sultan Qəznəvi videodakı sual düzdür. Bəs yaxşı, Hindistana gəlmiş ilk hökmdarlardan başqa kim deyə bilərsən? İskəndər. Nə zaman? 327 Düzdür. Əla. Ən zirvəsi, hakimiyyətin zirvəsi Hindistanın şimal-qərbini işğal edir. Və ondan sonra ilk şah titulunu alan, belə desək ki, Sultan idi. Sultan titulunu alan Türk hökmdarı olmuşdu. İlk Türk hökmdarı idi. Bəli, Abbas xəlifəsi tərəfindən qazanmışdı bu titulu. Sən mənə deyə bilərsən, Samanilər dili bölüşdürüldü. Bəs Qaraxanlılara hansı torpaqlar çatdı? Qaraxanlılara o Türkistan ərazisidir ortaya, yoxsa elə öz ərazisi? Xorasan, Xarəzm, Sistan, yaxşımı? Bir də Əfqanistan deyək. Türkistan, Əfqanistan deyəsən öz ərazisi idi onun, amma o birislər Xorasan. Sözün qazandığı ərazilər, yəni parçalandı, o əraziləri qazandı, yaxşımı? Yaxşı, Oğuzların burada yerləşməsinə icazə verdi, elə deyil. Sonra nə baş verir? O Səlcuqların burada belə deyim, yerləşməsi, gələcəkdə Qaraxanlılarla hansı münasibətlər gətirib çıxardacaq? 1141-ci ildə Dəndənəkən döyüşü. 1040-cı ildə Dəndənəkən döyüşü olurdu burada. Səlcuqlar qalib gəlirdi. Bəli, təsdiqləyirəm. Səlcuqlar qalib gəlirdi və artıq belə desək, getdikcə dövlət zəifləyirdi. Sonrası paytaxt Lahor şəhərinə köçürmüşdü. Burada yandırılmışdı çünki. Necə olur paytaxt Lahora köçürmə mərhələsi necə olur? Burada tayfalar yandırıldı. Bayaqların hansı tayfanı demişdiniz? Qurdu tayfaları gəlib burada paytaxtı yandırdılar. Amma necə olur? Lahora köçürmüşdü. Lahor hansı ərazi idi? Hindistan. Hindistan şimal-qərbi. Yəni sadəcə o Hindistan şimal-qərbində hakimiyyətləri məhdudlaşdı. Yaxşımı? Ay, sağ ol. Bəs Lahor nə zaman tutuldu və onunla da dövləti süqut etdi deyirik? Lahor, əmr qabaq gəlsin, 1187-ci